Azərbaycanda qurtbasar it cinsinin nəsli tükənir. Qurtbasar. Bəli, qurtbasar. Çobanlar saxlayır. Çoban itləri deyək də, xüsusi olaraq. Onların o Qarabağ atları kimi çoban itləri də deyilənə görə onların nəsli tükənməkdədir. Belə bir təhlükə var. Getdikcə sayları azalır. Bunun səbəbi nədir? Bizim Aqil araşdırıb gəlin baxaq. Qoyunçuluq təsərrüfatında çoban itlərinə böyük ehtiyac var. Amma təəssüflər olsun ki, Qarabağ atları kimi belə qoyun itlərinin sayı da demək olar ki, azalmaq üzrədir. Bəs bu itlərin qoruyub saxlamaq üçün hansı işlər görmək lazımdır? Bizdən də istəyən olanda ilk öncə erkək bala istəyirlər. Yəni, sual veririk ki, niyə dişi yox, dişi daha gözəldir ki, artıra bilirsən, təsərrüfatda da daha çox yararlı olur. Artıq elə onun səbəbindən nəsilləri tükənmək üzrədir. Canavarın üzərinə getməyə hansı daha yaxşıdır? Bunlar yoxsa kanqal? Əlbəttə ki, bunlar, çünki bunların missiyası elədir ki, qoyun sürüsü ortalıqda toplaşarkən 5 dənə it varsa, 6 dənə it varsa, heç biri qoyunun yanında olmazlar. Hamısı müşahidə üçün təpələrdə dayanarlar, gözləyərlər. Bu itlərə həm qoyun iti, qurtbasar, ümumiyyətlə çoban iti, yəni əslində bir adı olmalıdır da. Köhnə naxışlarına görə yerli qurtbasar. Hər bir millətin öz itləri var. Amma bizim yerli itlərin, necə deyərlər, həm tanıtımı azdır, həm nəsli tükənmək üzrədir. Bizim də məqsədimiz odur ki, bunları düzgün seleksiya eləyək, artıraq və bütün Azərbaycan və Azərbaycandan xaric ölkələr belə tanısın. Kimdəsə qurtbasar cinsi varsa, qarışdırmasın. Məsələn, alabayla, kanqalla və s. cinslərlə qarışdırmasın. Çünki ən nəsillərinin tükənməyinə səbəbkarlardan biri də odur ki, qarışdırırlar, itlərin nəsli ortalıqda yoxa çıxır. Çoban iti zəncirə vurulmalıdır, yoxsa yox? Müəyyən vaxtdan sonra. Şərait olarsa, vurulmasa daha gözəldir. Çünki bu it cinsləri açıq sərbəstliyi sevirlər. Amma saxlayıb da şəraiti yoxdursa, onda setka tikmək. Çoban itlərini tək qoyunçuluq üçün yox, eyni zamanda həyətləri qorumaq üçün də aparırlar. Bu it uşaqlar üçün təhlükəlidirmi? Xeyr, heç bir it təhlükəli deyil. Valideynlər uşaqları yaxına buraxmır ki, yaxına getmə, tutar və s. Uşağın da psixologiyasında bu qalır ki, mən getsəm it mənə cumar, dişləyər və s. Amma sevməyi öyrətsələr, uşaqlar da sevgi ilə yanaşsa, o çöl itləri belə qorxulu deyil. Çox olub ki, dəfələrlə olub ki, ehtiyacı olan çobanlara, sürülərə vermişik, pay vermişik. Bugün Qarabağ işğaldan azad olduğu üçün təsərrüfatlarımız üçün şəraitlər yaranıb və istərdim ki, yerli qurtbasarlarımız orada belə təsərrüfatlarımıza yararlı olsun. Və sahibinə, ərazisinə çox vəfalı itdir. Bu qurtbasar itlərini, qurtbasar cins itlərini müxtəlif digər başqa cins itlərlə belə deyək, qarışdırırlar. Alabaydır, kanqaldır və digərləri ilə. Ona görə də təmiz qurtbasarın sayı azalır. Süjetdə bu xüsusi olaraq qeyd olunur.